Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. Qafqazinfonun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlama əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Polisin keçirdiyi tədbirlərlə Etibar Məmmədov saxlanılıb. Belə ki, Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula görə mübahisə ediblər və bu insident ağır cinayətlə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi yeniyetməyə 7 il 6 ay həbs cəzası verib. Hadisədən sonra Tunarın atası Etibar bıçaq götürərək həmin istixanaya gedib və işçilərin orada çalışmamasını tələb edib. Onlara obyektin fəaliyyətini boykot etməli olduqlarını deyib. Bu zaman istixananın mühafizəçisi 1984-cü il təvəllüdlü Ziya Cəfərov Tunarın atasına yaxınlaşaraq ərazini tərk etməsini tələb edib. Nəticədə münaqişə yaranıb və Etibar Məmmədov üzərində gətirdiyi bıçaqla mühafizəçiyə zərbələr endirib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.5-ci maddələri ilə iş başlanılıb. Bıçaqlanan mühafizəçi Etibardan şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə Etibar Məmmədova 5 il həbs cəzası verilib.